18 yaşlı Ergünün müəmmalı ölümü, Gəncədə rezonans doğuran hadisə. Gəncə şəhərində baş verən faciəli hadisə ölkə ictimaiyyətini sirkələyib. 18 yaşlı Ergün İbrahimovun ölümü müxtəlif versiyalarla müşahidə olunur və hələ də tam aydınlıq tapmayıb. Mayın 12-sində ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Ergün baş və bədən nahiyələrindən ağır xəsarətlər almışdı. Həkimlərin səylərinə baxmayaraq bir gün sonra mayın 13-də vəfat etdi. Rəsmi məlumatlara əsasən ona qapalı kəllə beyin travması və qarın nahiyəsinin küt travması diaqnozları qoyulub. Lakin hadisənin səbəbi hələ də dəqiq bilinmir. Ergünün ailəsi onun küçədə döyülərək öldürüldüyünü iddia edir. Sosial şəbəkələrdə yayılan fikirlərdə bu versiyanı dəstəkləyir. Digər tərəfdən bəzi mənbələr onun özünü 5-ci mərtəbədən atdığını bildirir. Hazırda istintaq davam edir. Gəncə şəhər prokurorluğu hadisənin hərtərəfli araşdırılmağını və nəticələrin ictimaiyyətə açıqlanacağını bildirib. Bu hadisələrin arxasında nə dayanır? Doğrudan da bu intihardırmı? Yoxsa cinayət? Ədalət yerini tapacaqmı? Daha çox məlumat üçün kanala abunə olun və şərhlərdə fikirlərinizi yazın.